Ayır 24-ün efirində xəbər vaxtıda studiyada Günel Mövsümovadır. Hər vaxtınız xeyir, bu saatın əsas xəbərlərinə keçək. Yenidən dünyanın nəzərləri Ukrayna müharibəsi ətrafında cəmlənib. Kiyev nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri və bugün keçirilməsi gözlənilən görüşlər konfliktin həlli istiqamətində yeni bir mərhələnin başlaya biləcəyinə dair ümidləri artırır. Ukrayna prezidenti elan edib ki, rəsmilər hərbi əməliyyatlara son qoymağın yollarını müzakirə etmək üçün Vaşinqtondadır və danışıqlar milli prioritetlərə uyğun şəkildə aparılacaq. Bəs bu səfərin nəticələri ilə bağlı hansı senarilər var? Mövzunu siyasi şərhçilər şərh ediblər. İzləyək. Ukrayna nümayəndə heyətinin Vaşinqtona səfəri sıradan bir görüş yox, uzun müddətdir davam edən müharibənin taleyini dəyişə biləcək bir addım kimi qiymətləndirilir. Prezident Volodymyr Zelenski öz Telegram paylaşımında bildirib ki, bu səfər münaqişənin həlli üçün konkret yolların müəyyən olunmasına yönəlib. Onun fikrincə, ABŞ tərəfi konstruktiv mövqe sərgiləyir və yaxın günlərdə hərbi əməliyyatlara son qoymağın yolları ətrafında razılaşma real görünür. Kiyev rəsmilərinin isə bu danışıqlarda milli maraqlara uyğun direktivlərlə qatıldığı qeyd edilir. Digər yandan ABŞ-nin həm Ukrayna, həm də Rusiya ilə paralel şəkildə danışıqlar aparması əslində sülh təşəbbüsündən daha çox öz milli və iqtisadi maraqlarına xidmət etməsi kimi qiymətləndirilir. Amerika Birləşmiş Ştatları çalışır ki, həm Ukrayna, həm də Rusiya ilə ayrı-ayrılıqda danışıqlar həyata keçirsin və hər iki halda məqsəd Amerikanın maraqlarının təminatıdır və iqtisadi fəaliyyətin təşviqi ilə hər iki ölkənin resurslarını işləmək və Amerika Birləşmiş Ştatlarının kapitalına çevirməkdir. Məlumatlara görə artıq bugün Amerika və Ukrayna rəsmilər arasında yüksək səviyyəli görüş baş tuta bilər. Dövlət katibi Marco Rubio, ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff və kürəkəni Jared Kushner'in görüşdə iştirak edəcəyi ehtimal olunur. Bu isə danışıqların yalnız simvolik yox, real siyasi platforma üzərindən aparıldığını göstərir. Ukrayna'dan bir heyet Amerika Birleşik Devletleri'ne giderek Ukrayna-Rusya savaşının bitirilmesi konusunda Amerika Birleşik Devletleri ile bir kez daha görüşmek istemesinin en büyük nedeni Amerika Başkanı Donald Trump'ın 28 maddeden oluşan bir ateşkes ve barış hükümlerini içeren tekliflerinin Rusya lehine daha çok maddeler içermesi olduğu hatırdan çıkartılmamalıdır. Dövlət başçısı Volodymyr Zelenskinin açıqlamaları diplomatik aktivliyin artdığını göstərsə də sir deyil ki, bu cür proseslərin real nəticəyə çevrilməsi təkcə bəyanatlarla yox, tərəflərin praktik addımları ilə ölçülür. Vaşinqtonun konstruktiv mövqe nümayiş etdirdiyini bildirməsi isə danışıqların formal çərçivədən kənara çıxa biləcəyinə dair ümidlər yaradır. Bununla belə indiyə qədər baş tutan oxşar görüşlər və anlaşmaların tez-tez pozulduğu da unudulmamalıdır. Bir yandan hərbi əməliyyatların dayandırılması üçün real imkan pəncərəsi açılmış kimi görünsə də, digər tərəfdən bu təmasların böyük geosiyasi oyunların bir hissəsi olub-olmadığı sualını aktual edir. Ortada olan fakt isə dəyişməzdir. Bugün atılacaq addımlar təkcə Ukraynanın deyil, regionun və hətta dünya nizamının gələcək konturlarının formalaşmasında mühüm rol oynaya bilər.